Nə qəşəng havası var buranın. Hava da oynayır. Dəniz də görsənir. Bir dənə çək ora. Salam hörmətli izləyicilər. Baba, Xəzər dənizi də görsənir. Corat tərəfdir. Novxanı Corat. Gördünüz? Bu binalar var, hörmətli izləyicilər. Saray MTK-dır. Saraya gəldik, çıxdıq. Sarayda saray kimi ev çəkməyə. Nə istəyirsiniz? Terasdayam. Nə qəşəng təmiz hava. Otur burada səhər. Buz kimi. 3 mərtəbəli villadır, hörmətli izləyicilər. 8 sotun içində əraziyə var. Tam yaşayış. Yel əsir, yengələr oynayır. Getdik. Hörmətli izləyicilər, bax. Xan Saray kimi evdir, 3 mərtəbə. Gör nə boydadır. Buna bax. 3 mərtəbə monolitli evdir ya. Yəni mərtəbə arası maşın. Aşağı da monolit. Mərtəbə arası üstü də monolitdir. Hörmətli izləyicilər, qiymət də ki aşağıdan yazacağam. Yəni TikTokda, YouTube'da hardasa baxırsınız, aşağıdan qeyd edəcəm qiymət. Deməli belə. Evimizlə tanış olacağıq. Giriş qapısını göstərək. 8 sot sənədlərdə kupça çıxarışdır. Torpağın sənədi var. Kupçası var torpağın. Bax. Toyuq saxlamaq üçün hin. Bu evin bir dənə də bir özəlliyi var. Nədir? Deyəcəm sizə. Bax, bu evi görürsünüz. Bax, bu evi. Bura köhnə evdir də, yəni belə deyək. 2 otaq oradadır, 2 otaq orada. Buranı içinin təmiri yoxdur da, əl gəzdirmələr, yəni pul buraxmaq lazım. Buranı pul buraxsınız, 2 dənə qapısı var. Hərəsini 200 manata kiraya verə bilərsiniz. Gəl bura. Deməli 8 sot. 8 sot. Bax, bura kimi 8 sot. Sot yarımda əlavəsi var. Yəni sənəddə 8 sot. Buradan o yana sənədi var. Bu əlavədən bu da sizə aid. Buranı da belə hasarlayırsan, hərəsini 200 manata verirsən kiraya. Giriş qapısıdır. Kommunallə qaz, su, işıq. Hamısı var da sayğaçlar, hamısı qaydası. İnternet xətti varıdır. Bax, belə köhnə evdir. Bu da bonusdur da belə deyək. Lotereya. Yəni həm yaşayırsan, həm də buradan ayda 400 manat pul alırsan. Torpağın çıxarışı var, hörmətli izləyicilər. Torpağın çıxarışı var. Sonra evdəki qardaş göz qabağındadır. 2 mərtəbə üstdə mansar. Mansardda da görürüz, Xəzər dənizi görsənir. Gəl. İndi düzdür, bu tam etiraz vurulmalıdır, eləməlidir. Yəni bax, olanı görsənim. Həyətin işıqlandırması varıdır, bax, fanarlarıdır var. Sarayda harada yerləşir? Üzümlük massividir, eləmi? Üzümlük massivi, həmən deyilən yerdədir. Yəni, ev özünə tikilməz də, yəni satmaq məqsədi olmuyor. Baxanda bilinir evə ki, moşn evdir. Moşnudur, otaqlara, evə bir köpük pul qoymayansınız, tam təmirli evdir. Yəni, gir yaşa. İndi həyətdə kirli boy vaxtı yavaş-yavaş da pul düşdükcə həyətini sonra da təmir edə bilərsiniz. Hökmdür ki, evin həyətinə bu dəqiqə pul qoyasınız, bıraxasınız. Əsas odur ki, evin içi təmirlidir. Su qızdırıcısı, kombisi yuxarıdadır. Həyətin havalandırması, evin arxasına keçmək olur. Burada bu nə ağaçları idi? Armud ağaçlarıdır. Kombisi buradadır. Sonra bax gördüyünüz kabellər var. Televizor, damafon, video kamera. Bütün bax hamısı bax görürsünüz şeylə gəlib. Onun adı yadımdan çıxıb. O profilin. Gəl. Buna bax. Çoxdandır tısbaq görmədim. Bu da sizə bonus. Kim alsa Allah xeyir versin qardaş. Nə deyə bilərəm? Maşallah. Monolit. Getdik. Gəl. 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 Birinci baxacağıq mətbəxinə. Qadınların ən sevimli otağı mətbəx. Yeri laminatdır. Həm radiatorları var, həm də isti poldur evimiz. Bax, mətbəx meblidir. Səliqəli. Evdən götürülən şeylər nələr olacaq? Bu tavoy texnika, yəni televizor, paltaryon, bax, belə şeylər götürəcək. Həmsi qalacaq evin içində. Gəl. Bura giriş qapısıdır. Burada belə bir şifanyeri var. Gəl bura. Bu qonaq otağıdır. Padakonniklər hamısı mərmərdir. 4 yataq otağımız var, bir qonaq otağımız. Sanuzyıllarda deməli 1,
2, 3 dənə də sanuzel. Bax, birinci mərtəbədəki olan yataq otağı. Bir sözlə təmirə ehtiyac yox, yəni pul qoymayacaq. İndi ola bilər hardasa belə nəsə cızılıb eləyib. Birinci mərtəbədəki sanuzeldir. Bax, duş kabini üçün yerdə tutulub. Asma tavan. Qalxaq ikinci mərtəbəyə. Hə, ikinci mərtəbədə qalxan kimi bax, istikolun kollektorları. Burada ikinci mərtəbənin sanuzeli. Hamamdan ayaq yolusu. 2 mərtəbə, 3-cü mərtəbəsi də yer mərtəbədir, mansarddır, mansard tiplidir. Amma gəl deməli birinci bu otağı göstərək, bu Jetski'ni göstərək. Belə bir uşaq otağı. Buradan balkona çıxış var. Bu ikinci yataq otağıdır. Buradan da balkona çıxış var. Və bu da üçüncü yataq otağıdır. 3 yataq otağımız ikinci mərtəbədədir. Bax, uşaq mebeli də vardı. Özə baxıram, belə salamat da, yəni təzədir. Başlı təzədir. Qalx, mansarda. Mansard. Mansardın bax, indi göstərəcək, bax, kuxnyası da var. Belə deyək də, həm qonaq otağı, həm kuxnya. Kuxnya studiya. Sanuzeli 3-cü mərtəbədə, mansardda. Yəni, buranın da belə bir yataq otağı kimi, qonaq otağı kimi, məncə elə qonaq otağı kimi yaxşıdır. Çünki terasa çıxırsan, əla, bax. Belə. Bax, görürsünüz, buranın padakonik, hamısı burada mərmərdir hamısı. Tavanı yaxşı izolyasiya olunub, necə lazım. Nə yağış, su, qar, nə bilim, heç nəyin səsi gəlmir. Bu da teras. Bu da bu 3-cü mərtəbənin isitmə sistemidir, baxın. İmər qazdır. Buradan da ki, qardaş, dediyim kimi də dəniz görsənir. Burada otur. Samovarı da qoy bura, iç burada. Otur, bax, dənizə. Gəl, burada da yekunlaşdıraq, gəl. Bu, Saray MTK şirkətinin Novostroyka binalarıdır. Yəni, ona yaxındır. Hamısı villalardır, evlərdir, böyük evlərdir. Evlər var orada. Kim alsa Allah xeyir versin. Qiymətini aşağıdan qeyd edəcəm. Kupça torpağın çıxarışı var. Sağ olun.